Startapların, innovativ ideyaların, yeni bizneslərin maliyyələşdirilməsi üçün alternativ maliyyə mənbələrinə ehtiyac var və bu baxımdan şübhəsiz ki, bu qanun dəstəklənməlidir. İkinci oxunuşa uyğun olaraq sualım və təklifim var, icazənizlə, hörmətli xanım sədr. Burada birinci məsələ crowdfundingin anlayışı ilə bağlıdır. Əsas olaraq qanunda borc əsaslı və səhm əsaslı crowdfundingdən söhbət gedir və bunlar əsas tənzimlənir. Lakin dünyada crowdfundingin digər növləri də var. Məsələn, grant əsaslı crowdfunding var. Bundan başqa qarışıq modellər mövcuddur ki, məsələn, elə layihələr var ki, maliyyələşmədə həm grant, həm borc elementlərini özündə birləşdirir və ya grantla investisiya birlikdə tətbiq olunur. Və bu baxımdan mənim sualım ondan ibarətdir ki, qanunda nəzərdə tutulmayan digər crowdfunding formalarının hüquqi statusu necə olacaq? Onlardan istifadə etmək mümkün olacaqmı və ya onlar olmayacaq və ya onlar məsələn qanundan kənar nəzərdə tutulacaq, qanunsuz nəzərdə tutulacaq? Yəni düşünürəm ki, bunu biz qanunda əgər qiymətləndirsək daha yaxşı olar və əslində bu qanunun daha çevik olması bizə imkan yaradacaq ki, belə deyim, crowdfunding inkişaf edəcək ölkəmizdə. İkinci məsələ platformadan istifadə ilə bağlıdır. Burada əsas platformanın və operatorun onda fəaliyyəti və burada crowdfundingin mexanizmləri müəyyən olunur. Lakin sual yaranır. Məsələn, platformadan kənarda təşkil olunan maliyyələşdirmə necə qiymətləndiriləcək? Məsələn, əgər hansısa bir layihənin rəhbəri layihəni WhatsApp üzərindən maliyyələşdirmək üçün açıq elan edilirsə, bu necə hesab olunur? Yəni, bu yenə də qanun baxımından necə dəyərləndirilir? Bu fəaliyyət qanuni hesab olunurmu və ya artıq qanundan kənar fəaliyyət kimi qəbul edilir? Və bununla bağlı da qanunda bir müddəa yox idi. Üçüncü məsələ, təklif olaraq iqtisadi stimulları qeyd eləmək istərdim, hörmətli həmkarlar. Layihədə əsasən səhm əsaslı crowdfunding, səhmlərin satışı və borc əsaslı crowdfunding isə borc alətləri vasitəsilə həyata keçiriləcək. Amma bu vasitələrdən hər ikisi və səhmlərin və istiqrazların buraxılışı və satışı artıq mövcud qanunvericiliklə tənzimlənir. Belə olan halda investor həm də maliyyə cəlb etmək istəyən sahibkar üçün sual ondan ibarətdir ki, niyə görə məhz crowdfunding platforması seçilməlidir? Yəni, çünki ideya özü çox gözəldir, amma məsələn, həmin o layihə rəhbəri niyə görə o platformadan istifadə etməlidir? Bunun üçün müəyyən bir stimullaşdırıcı mexanizmin olmasını təklif edərdim mən. Adətən bu, məsələn, dünyada olan o crowdfundingin aktiv istifadə olunduğu ölkələrə baxsaq, adətən bu vergi güzəştləri mexanizmidir. Ola bilsin ki, bizim qanunlarda var, sadəcə bunu aydınlaşdırmaq istərdim. Əgər belə mexanizmlər nəzərdə tutulmasa, onda yəni bu platformaya maraq çox olmaya bilər. Belə isə ümumilikdə təşəbbüsü dəstəkləyirəm. Azərbaycanda innovativ bizneslərin, startapların və ideyaların maliyyələşdirilməsi üçün alternativ maliyyəyə çıxışa ehtiyac var. Bir daha təkrar etmək istərdim və bu mexanizmlərin həqiqətən də işləməsi üçün onların hüquqi bazası ilə yanaşı iqtisadi motivasiya sistemi də formalaşdırılmalıdır. Təşəkkür edirəm.